insanı doğru olan yola istiqamətləndirmək, yönəltmək. Allah bizi istiqamətləndirir gecə gündüz. İşi bundan ibarətdir. Yəni Allaha təsəvvür eləsək ki, deyə Allahın işi var. Hərçənd ki, bu söz Allaha bəlkə də yaraşmaz. Amma belə təsəvvür eləsək ki, Allahın işinin adı nədir? Allah bizi gecə gündüz insanları hidayət eləməklə, yəni onları düz yola istiqamətləndirməklə məşğuldur. Allah bizi istiqamətləndirir, müəyyən işarələrlə doğrunu bizə göstərir. Biz müsbət cavab veririksə əgər, Allah bizi növbəti mərhələyə istiqamətləndirir və belə də davam edir. Hamınız bilirsiniz ki, dünya əcr və mükafat yeri deyil. Dünya əvəz yeri deyil. İnsanlara dünyada əvəz verilmir əməllərinə görə. İstisnalar var, bəzi günahlar var, cəzası dünyada verilir, bəzi əməllər var, mükafatı dünyada verilir. Amma ümumiyyətlə dünya cəza və mükafat yeri deyil. Amma yeganə şey hidayətdir ki, dünyada insanın əməlinin nəticəsidir, əvəzidir. Yəni Allah bizi bir yola hidayət edir, müsbət cavab verirsə, əvəz olaraq başqa mərhələyə hidayət edir. Əlimizdən tutur, mərhələ-mərhələ bizi aparır. Bu bizim hidayət qarşısında tutduğumuz mövqeyin əvəzidir, əcridir, dünyadaykən görürük. Allahın bizlə hidayətdən başqa bir işi yoxdur. Allah bizdən razı qalarsa, bir bəndəsindən razı olarsa, Allah onu daha üstün mərhələyə hidayət edir. Sonra daha üstün və bu sonsuz olaraq davam edir. Ömrün sonuna qədər. Mərhələ-mərhələdir hidayət. Hidayət belə bir yer deyil ki, yolu tapdım vəssalam. Mən düz yoldayam vəssalam. Ona görə deyil, gündə bunu dinən, ihdinə sıratəl müstəqim, məni doğru yola yönəld. Çünki bəzi insanlar başa düşmür, deyir də mən doğru yoldayam da, mən yolu tanımışam, haqqı tanımışam, doğru yoldayam, niyə deyim ki, məni doğru yola yönəlmişəm? Çünki bu bir mərhələli yol deyil. Bir mərhələdən sonra növbətisi gəlir, ona görə hər gün təkrar istəməliyəm ki, əlimdən tut, məni apar məqsədə tərəf. Allah bizi hidayət eləyir, istiqamətləndirir. Amma bunu da demişdik keçən dəfələrdə ki, aram-aram hidayət eləyir. Yəni, bizi zorla öz yoluna gətirmir. Zorla dedikdə təkcə silah gücünə demirəm. Yəni, bizi düşüncə ilə hidayət eləyir. Bizə əlavə hissimizə təsir qoymaqla yox. Bizi mühasirəyə almaqla yox. Allah işarələr qoyur, istəyir biz düşünərək yolu gedək. İnsana çox dəyər verir, çox qiymət verir. Hər cür vasitə ilə öz sözünü bizə qəbul elətdirmək istəmir. Müasir dövrdə necədir? Müasir dövrdə azadlıqdan çox dəm vururlar, amma əllərindən gələn bütün vasitələrlə dünya düzənini nəzərdə tuturam. Əllərindən gələn bacardıqları bütün vasitələrlə insanları öz istədikləri səmtə istiqamətləndirirlər. İnsanların hissini təhrik eləməklə, insanlara informasiyanı özlərinə lazım olan kimi təqdim eləməklə, insana düşünmək fürsəti vermirlər. Biri var, desinlər, bu düz, bu səhv, seçim elə, Allah belə davranır. Biri də var, yox, mən istədiyimi elə vasitə ilə təqdim edirəm ki, insan düşünmədən mən deyənin dalıca getsin. Allah belə eləmir. Allah istəyir ki, biz könüllü şəkildə ağılımız vasitəsilə onun istiqamətini qəbul edək və o yoldan gedək. Allah insana ehtiram göstərir, hörmət göstərir. Bəziləri də bu hörmətdən sui-istifadə edir, eləsin. Allahın hörmətindən, peyğəmbərlərin, imamların hörmətindən o qədər sui-istifadə edən insanlar olub, qoyulsun. Peyğəmbərlərin düşmənləri hər vasitə ilə cəmaatı ovlayır, aparır, peyğəmbərlər hər vasitə əl atmır. Qoy onların tərəfdarı çoxalsın, olsun. Allah səbr eləyir, dözür, cəmaat ağılla və fikirlə haqqa tərəf gəlməlidir. Başqaları neynir, eləsin.
min cür oyun çıxardır, cəmaatı azdırır, azdırsın. Peyğəmbərlər bu yollara əl atmır. Peyğəmbər deyir, qarşımda dayanan insandır. Mən ona düşündürəcəm sadəcə, işarə ilə danışacağam, eyhamla danışacağam. Eyham vasitəsilə ona yavaş-yavaş doğru yolu göstərəcəm. İnsan da özü düşünəcək, ağılla daşınacaq, düzgünün yolu başa düşəcək və könüllü şəkildə heç bir əlavə təsirə məruz qalmadan doğru yolu gedəcək. Bu Allahın hidayət prinsipidir. Bəlkə də Allahın işi məcazi də söyləngir buna görə. Allah övliyaların işi ləngir, o birilər daha güya zirəkdir, amma o zirəklidir. O zirəkliyi din qəbul eləmir. Muaviyə zirəkliyini Həzrət Əli qəbul eləmir. Onu çox demişik, 100 dəfə demişik ki, cəmaat o qədər başa düşmürdü. Əli əleyhissalam o qədər cəmaata hörmət edirdi ki, cəmaat deyirdi ki, Əli siyasət bacarmır. Əlinin düşmənləri siyasətçidir, yolunu bilirlər, bu bilmir. Həzrət Əli də bunu dəfələrlə deyirdi ki, mən o yolu onlardan gözəl bilirəm, sadəcə o yollar məqbul deyil, biz qəbul eləmirik o yolu. Mən insanlara hörmət eləyəcəm, onlar bu hörmətdən sui-istifadə eləyəcək, mənə qarşı çıxacaqlarsa da qoy çıxsın. Mənim səbrim çoxdur, mən dözəcəm. Əsas odur ki, insana hörmət və ehtiram göstərəcəm. Keçən dəfə xatırlayırsınızsa əgər, dedik ki, hidayət çox mürəkkəb bir prosesdir. Hidayətin sirlərini rahat buradan minbərdən danışıb izah eləmək asan deyil, çətindir. Çünki insan mürəkkəb varlıqdır. İnsan çox mürəkkəb varlıqdır. İnsanı tanımaq mümkün deyil. O qədər mürəkkəbdir. İnsan sirlər xəzinəsidir. Siz elə bilməyin, iki ayaq üstə gəzir, havadan nəfəs alır, çörək yiyir, insan budur. İnsanın daxili aləminə baş vursaq əgər, insanın daxilinə üz tutsaq görərik ki, insan olduqca mürəkkəb, tanınmamış bir mövcuddur. Allah yaratdıqları içində ən qəribə bir varlıq insandır, ən əzəmətli varlıq insandır. Allah insanı yaradandan sonra deyir, Təbarəkəllah, əhsənül xaliqin. Yəni, belə deyək də, özünə bərəkallah deyir. Gör nə yarattım. İnsan çox mürəkkəb varlıqdır. Mürəkkəb olduğuna görə onun hidayət mərhələlərini də rahat anlamaq olmur. İnsanın içini tanımaq olmur. Hidayət olunan insandır, mürəkkəb varlıq. Hidayət olan istiqamət, yəni hara hidayət olur? Allaha. Allah da bir nəhayətdir, sonsuzdur. Ona görə də hidayət bir əzəmətli prosesdir. Bir halda ki, mürəkkəb bir varlıq, bir nəhayət bir varlığa tərəf yol getməlidir. Deməli, burada məsələ ciddi məsələdir. Çox sirli bir prosesdir. Bunu rahat şəkildə anlayıb izah eləmək olmur, başa salmaq olmur. Hidayət tam şəkildə ancaq Allaha bəllidir. Hidayəti insanlar tanıya bilmir. Allah bunu özünə aid eləyib ona görə deyib, bu mənim əlimdədir. Peyğəmbərlərin yox. Peyğəmbərin işi deməkdir. Yönətmək mənim öz ixtiyarımdadır. Mən bilirəm kim bu yola layiqdir, kim layiq deyil. Peyğəmbər səndən sözü deməkdir. Denən vəzifə və əməl elə, kimi yola istiqamətləndirəcəm, eləməyəcəm, bu mənim işimdir. Çünki mənim qədər heç kəs bunları tanımır. Mən tanıyıram bu insanları. Hətta Peyğəmbərlər də bir həddə qədər demirəm, bilir, tanıyır insanları. Amma tam hidayətin sirlərindən xəbərdar deyirlər. Hidayət nəyə bağlıdır? Niyə biri düz yola gəlir, biri gəlmir? Bu bağlıdır insanın daxili vəziyyətinə. İnsanların daxili vəziyyətinə uyğun şəkildə insanlar yolu tapır, yaxud da tapmır. Allah insanların daxili vəziyyətinə uyğun şəkildə insanlarla davranır. Ona görə Peyğəmbərə də hamıya da elan edir ki, yəhdi mən yəşə, bu Allahın işidir. İstədiyini hidayət eləyir. Allah istədiyini hidayət eləyir. İstədiyini bu mənada yox ki, mənim əlimdə deyil, ancaq onun əlindədir. Yox, zəmin mən hazırlayıram. Zəmin mən hazırlayıram. Amma o bilir ki, kim layiqdir, kim layiq deyil. Azğınlıq da belədir. Yuzillu mən yeşə. İstədiyini də azdırır. İstədiyini doğru yola yönəldir, istədiyini azdırır. Nəyə əsasən istəyir, nəyə əsasən istəmir, onu bilmir heç kəs. Bir qədər peyğəmbərlər bilir, amma tam sirləri yalnız Allaha aiddir. Çünki heç kəs insanın qəlbinin dərinliyindən xəbərdar deyil. Peyğəmbərinə nə buyurur? Qurandadır bu ayə. Buyurur ki, innəkə lə təhdi
mən əhbəbtə. Sən ürəyin istəyəni hidayət eləyə bilməzsən. Özü öldürsən də mümkün deyil bəzi insan üçün. Xeyri yoxdur. Mən bilirəm onu, mən hidayət edirəm. Batinlərdən mən xəbərdaram, qəlblərdən mən xəbərdaram. Onlardan baş açmaq olmur insanlardan. Ona görə insan gərək həmişə nigaran qalsın. Bu nigarançılıq pozitivdir. Yəni insan desin ki, görək axırım nə olur. Biraz müəmmalıdır. Elə də asan baş çıxardılası məsələ deyil ki, yaxşı olar. Yaxşı olar, ümid olmalıdır mütləq. Amma nigarançılıq da olmalıdır ki, o qədər qəribə prosesdir ki, görək axırımız necə olur. Görək axırımız hara gedib çıxır. Bunun haqqında insan gərək düşünsün, nigaran qalsın. Başqalarına çatdıranda da belədir. Sən çalış, zəhmət çək, insanlara kömək ilə çatdır. Amma nəticə sənin əlində deyil. İmam Hüseyin əleyhissalam axıra qədər çatdırırdı, kömək eləyirdi. Hər vasitə ilə İmam Hüseyin cəmaatı hidayət eləyirdi. Axırda amma gələn gəldi, gəlməyən yox. Mümkün olmadı, xeyri olmadı. Bir çoxuna xeyri olmadı. Çünki Allah bunların daxillərindən xəbərdar idi. Allaha bəlli idi. Övliyalar bir həddə qədər bilir, amma tam şəkildə onu Allah bilir. Dedim keçən dəfə bu hədisi çox eşitmişsiniz. Əleyhissalama Peyğəmbər buyurur ki, bəzi insanlar var, dünyanı onlara versən, dünyanın hamısını səni sevməyəcəklər. Nə var bunun içində ki, deyir, dünyanı bir loxma tikə eləyib, onların boğazına qoysun, sənlə düşmənçilikdən əl çəkməyəcəklər. Deməli, bu pulla alınası bir şey deyil. Bu, nəsə bir sir var məsələdə. Gizli bir məqamlar var bu məsələdə. Gizli məqam da bu ilə bağlıdır ki, insan mürəkkəb varlıqdır. Bəzən bir insan var, içində bir namərdlik var, namərdlik. Onu qoruyub saxlayır, içində saxlayır. O namərdlik mane olur onun hidayətinə və ya səbəb olur onun azğınlığına, hidayətdən sonra azmasına. Bəzisinin içində müsbət bir xüsusiyyət var, bir kişilik var, mərdlik var, nə deyim adını mən bilmirəm. Bir mərdlik var daxilində. O mərdlik səbəb olur ki, axırda düz yola gəlir. Bunu mən bilmirəm, nədir bu? Bu Allaha bəlli olan şeydir. İnsandan asılı olan burada nədir? Bildiyi və əməl elə, çalış özünü islah elə, Allahdan istə, xahiş elə, görək axırı necə olur. Görək axırı nə olur. Bəzi günahkardır görürsən, Allah əlindən tutur. Zahirən çox günahkar adam, Allah əlindən tutur, doğru yola istiqamətləndirir. Bəziləri abiddir zahirən, yaxşı adamdır zahirən, Allah onu sonda yolundan azdırır. Çox mürəkkəb məsələdir, hidayət və azğınlıq. Bir nəfər var, İslam tarixində yazılıb. Peyğəmbərə deyir, çox kim var idi ürəyimdə. Peyğəmbərdən xoşum gəlmirdi mənim. Deyir, özümə dedim ki, bunu öldürəcəm mən, Peyğəmbəri. Zahirən də İslam qəbul eləmişdi, müsəlman idi. Deyir, Məkkə fəth olundu, mən dedim, indi də fürsət qalmadı. Nəysə, uzun söhbəti var. Deyir, öldürmək istəyirdim onu Huneyn günü. Huneyn döyüşdü, Peyğəmbər də iştirak eləyib. Huneyn günü idi, deyir, dedim, gedim Peyğəmbəri öldürüm. Qılıncı çıxartdım qınından, gedirəm Peyğəmbərə tərəf. Getdim, deyir, istəyirdim vuram, elə bir kimsə mane oldu mənə. Dayandım, nəsə bacarmadım. Peyğəmbər çöndü, mənə baxdı, gördü qılınc əlimdə dayanmışam, dedi, get döyüş, hərəkət elə, niyə dayanıb mənə baxırsan? Deyir, mən yenə də dayandım, tərəddüd içindəyəm ki, vurum Peyğəmbəri, vurmayayım. Deyir, bu vəziyyətdə əlini qoydu ürəyimin üstünə, əlini ürəyimin üstünə qoyanda bir hərarət hiss elədim və bu hərarətlə də Peyğəmbərin məhəbbəti ürəyimə daxil oldu. Peyğəmbərin məhəbbəti ürəyimə girdi. Aşiq oldum Peyğəmbərə və bir anın içində hiss elədim ki, hər şeyimi Peyğəmbər üçün verə bilərəm, hər şeyimdən keçə bilərəm. Belə vəziyyətdə Peyğəmbər mənə baxdı, dedi ki, düzdür sən bəzi şeylər eləmək istəyirsən, amma Allah başqa şey istəyir. Allah istəyirsən xoşbəxt olasan. Vəssalam. Allah imkan vermir, bəzi adam pis olsun, aqibəti pis olsun. Özü qarışır işə imkan vermir. Niyə? Bəxti gətirdi bu adamın, bəxt məsələsi deyil. Bunda nəsə var içində Allaha bəllidir.
Gör hardan qayıdır. Peyğəmbəri öldürməkdən, yəni məxluqatın əşrəfidir peyğəmbər. Ondan böyük cinayət olardı, amma qayıdır. Allah bilir nə üçün qayıtardı. Öz əlində deyil insan bədbəxt olsun. Bəzən insan istəyir bədbəxt olmağa, Allah qoymur. İmkan vermir. Deyirsən, mənim adamımsan, sən özün də xəbərin yoxdur özündən. Sən yaxşı adamsan, öz yaxşılığından xəbərin yoxdur. Qoymaram sən bədbəxt olasan. Allah hidayət elədi, Peyğəmbəri öldürmək istəyən düz yola qayıtdı, gəldi. Amma Allah azdırdı Peyğəmbərin yanında oturanları. Əvvəldən Peyğəmbərin məhəbbətini görənləri, Peyğəmbərə xidmət göstərənləri. Ənəsin adını eşitmişsiniz də, Ənəs İbni Malik. Bu sahabəni hamı tanıyır, Peyğəmbərin xidmətçisi olub. Neçə il Peyğəmbərə xidmət edib. Bir dəfə Peyğəmbərlə birgə, Həzrət Əli ilə birgə bir yol gedirlər, bilmirəm, harada, necə? Peyğəmbər bir möcüzə göstərir. Əshab-ı Kəfi göstərir sahabələrinə. Əshab-ı Kəf Quranda qeyd olunan. Hamısı salam verir Əshab-ı Kəfə. Əshab-ı Kəf cavab vermir. Əleyhissalam salam verir, cavab verir. Sahabələr soruşur ki, bu işin sirri nədir? Onlar cavab verir ki, biz məmuruq ki, ya Peyğəmbərə cavab verək, ya Peyğəmbərin canişininə, vəsisinə. Həzrət Əli baxır Ənəsə deyir, Ənəs bir gün lazım olanda təsdiq eləyərsən bu gördüyü, bir gün lazım olanda, gün gələr ki, danışmalısan, onu təsdiq eləyərsən, deyir, bəli ağa, mütləq. Bir gün gəlir o siyasi hadisələr ki, baş verib, onu da demək istəmirəm, o vaxtı Həzrət Əli ondan soruşur ki, Ənəs, yadındadır mı belə bir şey? Deyir ki, ey Əli ibn Əbi Talib, mən qocalmışam, yaddaşım itib. Həzrət Əli deyir, əgər yalan deyirsənsə, Allah sənin gözü kör eləsin. Haqqı görüb dandığına görə. Deyir, elə söz ağzından çıxır, gözü kör olur, ölənə qədər də elə yaşayır. Soruşanda da necə oldu bu? Deyir, soruşmayın məndən. Necə olur ki, biri belədir, biri belədir? Biri əlində qılınc gəlir Peyğəmbəri öldürməyə, hidayət olur. Biri Peyğəmbərin yanında yaşayır, 10 illərlə Peyğəmbərə xidmət eləyir, haqqı danaraq dünyadan köçür. Bunun sirri Allaha bəllidir. Bunun sirrini Allah bilir. Bəzilərinin içində bir şey var, onu Allah bilir. Ona görə Allaha tapşıraq və duanı ürəklə eləyək. Bu bəhslərin nəticəsində hidayət mövzusu haqqında danışırıq. Biz sabahdan ya bugündən ihdinə sıratəl müstəqimi daha ürəklə deyək. Çünki görürsünüz məsələ nə qədər həssasdır. Daha ürəklə istəyək. Bir hədis oxuyum sizin üçün, buyurur ki, İmam Sadiq əleyhissalamdandır, səhv eləmə. Bəli, İmam Sadiq əleyhissalam. Buyurur, vallah, and olsun Allaha. La yuhibbuna min arabi vel acam illa əhlül buyutat və şərəfi vəl ma'din. Buyurur ki, and olsun Allaha, ərəb və əcəm içində bizi ancaq, biz əhl-i beyti, ancaq nəcabət, şərəf sahibləri, bir də içində bir insanlıq xəzinəsi olanlardan başqa heç kəs sevməz. Biz ancaq nəcabətli və şərəfli insanlar sevər. İnsan günahkar ola bilər, amma bişərəf olmasın gərək. İnsan günah eləyər, qəflətli olar. Bişərəf oldusa, şərəfini itirdisə, İmam buyurur ki, bu şərəfsiz bizi sevməz. Biz ancaq insanlar içində şərəf sahibləri, nəcabət sahibləri, ruhunda bir kişilik olan insanlar sevər. Mərdlik olan insanlar sevər. Birində görərsən qeyrət var, o hidayətinə səbəb olar. Birində həya var, günahkar da olsa həyası var, o hidayətinə səbəb olar. Birində səxavət var, o səbəb olar. Gəlmişdilər Peyğəmbərə suiqəst eləməyə, Peyğəmbəri öldürməyə. Hamısını ələ keçirtdilər. Neçə nəfər adam idi. Bunların hamısı qətlə yetirilməlidir. Peyğəmbəri öldürmək
sui-qəsd hazırlayıblar Peyğəmbərə. Cəzaları edamdır. Hamısını edam eləyəndə Peyğəmbər Həzrət Əliyə buyurdu, Peyğəmbər Salavatullah buyurdu ki, ya Əli, bu bir nəfəri azad elə. Özü təkid eləyirdi ki, dostlarımı öldürürsə məni də öldürün. Mən də gəlmişdim səni öldürməyə. Ölüm tələb eləyir. Peyğəmbər buyurur, yox, Allah istəmir. Allah səndə bir müsbət xüsusiyyət bilir. Özü soruşur, nə xüsusiyyətdir? Səndə səxavət var, əl açıq adamsan. Bu səxavətin səbəb oldu ki, nicat tapasan. Deyir, oturur, deyir, hə, sizin Allahınız səxavəti sevir və iman gətirir elə həmin anda. Niyə görə o 10 neçə nəfərin içində bir nəfəri seçdi, hidayət elədi? Allah onda qabiliyyət görür. Gətirir düz yola. Keçən dəfə dedim, bəzilərinin hədisdə var, boynundan tutur Allah gətirir öz yoluna. Boynundan tutur gətirir. Deyirsən, qaçma, sən yaxşı adamsan, sən mənim adamımsan. Bəziləri əksinə özünü öldürəsən, özünü öldürəsən, danışasan düzəlmir, hidayət olmur. Və dalıca da hədisin davamını deyim. Deyir, bizi sevməyənlər ancaq alçaq və şərəfsiz insanlar olar. Sözlə deyil, məntiq dəlillə deyil. İçdə nə var? O mühümdür. O qədər olub, mən təəccüblənmişəm bəzi mövzularda danışanda. Keçmişdə olardı. Danışırdım, təəccüblənmişəm ki, bu insan bunu niyə qəbul eləmir axı? Gün kimi aydındır. Görürsən, içində nəsə var. Allah istəmir. Allah layiq görmür onu yoluna. Hidayət eləməyə layiq bilmir. Bəzən 3-5 gün yaxşıların içində ola bilər. Amma axır özünü biruzə verəcək. Axır çıxıb gedəcək. Paçlıq da olsa bir adamda ömrünün son günü də olsa Allah onu gətirəcək yoluna. Ömrünün son günü, axırıncı gündə olsa gətirəcək. Hidayət qəribə məsələdir, mürəkkəb məsələdir. Quran hidayət kitabıdır. Amma əvvəldən elan edir, açın Quranı, Bəqərə surəsini oxuyun. Zəlikəl kitabu la reybə fih, hudən lil muttəqin. Bu elə bir kitabdır ki, heç şübhəsiz ki, hidayət kitabıdır, amma hamı üçün yox. Hudən lil muttəqin, təqvalılar üçün. Din gəlməyib, hansı təqvadan danışır? Quran indi nazil olub. Axı, təqva nədir? Buyurur ki, onun insanlıq nuru var içində, yoxsa yox. Onun ibtidai təqva mərhələləri var. Ona uyğun hidayət olunur. Hər zahiri yaxşı əməl adamı hidayət eləmir. Zahirə baxma. İkisi də qurban gətirir. Qoyun gətirir kəsməyə. Allah deyir, Habilin qurbanı qəbul, Qabilin ki, yox. Yaxşı əməllər sizi aldatmasın. Çünki bu Qabilin içində bir namərd xüsusiyyət var. Bilmirəm, nədir Allah bilir. Ona görə qəbul eləmir. Azdırır. Adam yaxşıdır ki, əvvəldən hidayət olsun. Birinci gündən. Amma Fuzeyl var idi, Fuzeyl. Ömrünü quldurluqda və fəsadda, günahda keçirmişdi. Ömrünün böyük hissəsini, biri var ki, adam günah elə, o kimisi bir adam quldurluqla məşhur ola. Bir Quran ayəsi hasarın üstündə deyirlər, oğurluğa gəlmişdi. Hasarın üstündə idi ki, evə getsin, oğurluq eləsin. Bir nəfər də evdə, hansısa evdə, qonşuda Quran oxuyurdu. O ayəni eşitdi, dayandı, qayıtmaq qayıtdı. Yəni, övliyaullah oldu, Allahın dostuna çevrildi. Olur da belə şeylər. Mən bunu demək istəyirəm ki, yaxşı da adam düz yola hidayət olsun, amma Təlhə Zübeyir olmaqdansa Fuzeyl olsun yaxşıdır. Yaxşı olub axırda pis olmaqdansa elə günahkar olub axırda düz yola gəlmək daha yaxşıdır. Yaxşı olar ki, heç əvvəldən adam günahkar olmuyor, amma seçimə qalanda bilmək olmur. Bu cəmaat var, millət görürsünüz, içində bilirsiniz nə qədər Fuzeyllər var. Və dindarlar görürsünüz, içində Allah bilir nə qədər Təlhələr, Zübeyrlər var. Birinci özümdən də başlayıram. Allah saxlasın adamı. Bilmirsən ki, kimin doğrudan da axırı necə olacaq. Birini nəsiyyət eləyəndə həmişə fikrində olsun ki, bəlkə bu məndən yaxşı adamdır. Namaz qılmır, şərab içir, bilmir, sən onu hidayət edirsən, öz içində denən ki, ola bilər bu məndən yaxşı insandır.
O qədərsini mən görmüşəm ki, biri birini yönəldib düz yola, bu gəlib yola, ondan sonra özü onu yönəldən azıb gedib yoldan. Görmüşəm, bu gəlir ona deyir, axı sən mənə başa salırdın, indi sənə nə oldu? Bəs həmin o sözlər, o məntiq, o dəlil indi niyə özünə təsir qoymur? Nə bilim niyə görə? Allah bilir onu. Bir iki ayə oxuyub sözümü yekunlaşdıracağım sizin üçün. Ayə oxuyuram. Çox qəribə ayələrdir. Keçən dəfə Hidayət haqda ayələr oxudum. İndi də Ən'am surəsindən oxuyuram. Sizin üçün ayə 109-cu ayədən başlayır. Xahiş edirəm, vaxtınız olsa evdə gedib baxın o ayələrə. Ən'am surəsi, düzdür mən burada deyirəm, amma doğrudan da adam düşünür, Allah, bəzi sözlər qəribədir Allahın sözləri. Ən'am 109-dadır. Buyurur ki, və əqsəmu billah cəhdə eymanihim lə incəəthum ayətun lə yu'minunnə biha. Buyurur ki, insanlardan bəzisi Allaha and içir, özdə möhkəm and, təkidlə, Allaha təkidlə and içir ki, əgər bunlara bir möcüzə göstərilsə, onlar iman gətirəcəklər. Deyir, and olsun Allaha, təkidlə and içir, ürəklə and içir ki, mənə bir möcüzə göstərilsə, mən iman gətirəcəm. Dalıca nə buyurur? Buyurur, qul innəməl ayat indəllah. De ki, möcüzə Allahın yanındadır. Allaha məxsusdur, Allahın əlindədir. Sonrakına xahiş edirəm, qulaq asın. Buyurur ki, vələv ənnəna nəzzəlna iləyhimul mələikə. Əgər biz onlara mələklər göndərsək, mələkləri bunlara nazil eləsək. Və kəlləməhumul məvta. Onlarla ölülər danışsa, ölmüş adamlar danışsa bunlarla. Və həşərna aleyhim kullə şeyin qubula. Bütün ölüb getmişləri diriltsək onların gözünün qabağında. Ölüb gedənlərin hamısını diriltsək. Bütün bunları eləsək. Mə kənu liyu'minu. Bunlar iman gətirməyəcəklər. Allah deməsə inanardınız, mən inanmazdım. İnsan haracan enir, kimdir, necə olur bu? Allah Quranda buyurur, Quran ayəsidir ki, ölünü diriltsəm, ölülər danışsa, bütün ölmüşlərin hamısı gözünün qabağında dirilsə, Allah buyurur ki, iman gətirməyəcəklər. Niyə görə? Bilmirəm, Allah bilir. Bir namərdlik var, gör insanın içi nə deməkdir, nədir, nə aləmdir. Bəzisi bir dənə söz bəsdir, kifayətdir. Bir ayə eşidir, biri gəldi, dedi, mənə Quran oxudu. İzâ zulzilətil ərzu zilzalaha və əxrəcətil ərzu əskalaha və qaləl insanu mələha yevmə izin tuhaddisu əxbaraha بأن ربك أبحالها يومئذ يستر الناس أشتاتا ليروا أعمالهم. Oxuyur Zilzal surəsini. فَمَنْ يَعْمَلْ مِسْكَالَ زَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِسْكَالَ زَرَّةٍ شَرًّا يَرَهُ. Kim zərrə ağırlığında xeyir iş görüb onu görəcək. Kim zərrə ağırlığında pis iş görüb onu görəcək. Dedi, kifayətdir ya Resulallah, iman gətirdim. Bəzisi belədir, bəzisinə deyir, ölünü diriltsəm xeyri yoxdur. İman gətirməyəcək. Bəzsin Allah xüsusi məşğul olur onunla, möcüzə göstərir. Biri də var idi, o da deyirdi Peyğəmbərin özünə deyirdi. Deyirdi, səni bir gün öldürəcəm, Peyğəmbərin özünə. Deyirdi, bir fürsət tapın, deyən, səni öldürəcəm. Neçə dəfə deyirdi, dedi ki, indi eləyə bilmirəm, müəyyən səbəblər var. Amma bil ki, səni öldürəcəm. Peyğəmbər ona baxdı, dedi ki, hazır iman gətir mənə. Bu deyir, səni öldürəcəm, bu deyir, mənə iman gətir. Güldü, dedi, sənə iman gətirim. Deyirəm, səni öldürəcəm. Deyir, iman gətir də mənim dinimə. Bilmədi, nə desin, baxdı, bir həşərat vardı yerdə. Dedi, bu iman gətirsə gətirərəm, onu qəzəbdən dedi, bilmədi, nə desin. Peyğəmbər işarə elədi, möcüzə göstərdi. O, şəhadət verdi Peyğəmbərin peyğəmbərliyinə. Deyir, onu gördü. Deyir, o andaca Peyğəmbərin məhəbbəti ürəyimə doldu. İman gətirir, gedir 1000 nəfər qəbiləsində müsəlman eləyir.
Görürsən Allah işin atıb belə deyək də məcazi mənada məşğul olur bundan. Möcüzə göstərir, hidayət eləyir. Çünki bu dili deyir səni öldürəcəm. Dili deyir amma içində nəsə bir gözəllik var. Allaha bəllidir o gözəllik. Davamını oxuyaq ayələrin və sözümü yekunlaşdırıram. Allah bunlarla nə eləyər? Bu möcüzəni görüb iman gətirməyənlərlə xahiş edirəm bu ayələrə diqqət edin. Buyurur ki, və kəzalikə cealnə likulli nəbiyyin aduvva. Deyir, biz beləliklə bütün peyğəmbərlər üçün düşmən qərar vermişik. Bütün peyğəmbərlərin haqq yolunun yolçularının düşmənləri var. Şeyatinel insi vel cin. Bunlar kimdir? İnsan və cindən olan şeytanlar. İnsan şeytanları. Hələ insanlardan danışaq. Yuhi ba'zuhum ila ba'zin zuhrufel qawl ghurura. Deyir ki, bunlar otururlar bir-biriyle, qulaq asın, gözəl-gözəl sözlər danışırlar. Peyğəmbər əleyhinə, haqq əleyhinə, din əleyhinə. O bir söz deyir, bu təsdiq eləyir. Bu deyir, o təsdiq eləyir. Yaxşı qəşəng dəlillər, zahirən gəlişi gözəl, zahirən məntiqli görünən sözlər danışırlar. Gördüm filan şey filan, o deyir gördüm filan şey filan. Bu deyir o təsdiq eləyir, o deyir bu təsdiq eləyir. Allah buyurur ki, mən özüm bunları yaratmışam, bu mühiti yaratmışam. Bunlar bir-birinə dəstək olsunlar, tək olmasınlar ki, hidayət olmasın bunlar. Bunların başı qarışsın bir-birinə, dəstək tapsınlar, məntiq tapsınlar bir-birinin sözündə. Hidayət olmasınlar. Niyə? Allah düşməndir bunlarla? Xeyr, bunların içində nəsə var. Allah bir cür mühit yaradır ki, bunlar haqqı görə bilməsin. Bax, bunlar cəmiyyətdə həm fikir görməsələr, tək qalarlar, deyərlər gedin də dinə tərəf. Allah deyir, elə bir həm fikir cəmiyyət yaradaram, qəşəng-qəşəng sözlər danışarlar, bir-birinə oturarlar, yaxşı-yaxşı dəlillər gətirərlər, zahirən də yapışan sözlər danışarlar və bunlar heç vaxt hidayət olmazlar, aldanarlar. Bir dənə nümunə deyim sizə, Təbuk döyüşü. Peyğəmbər apardı cəmaatı döyüşə, uzun yol getdilər, yoruldular. Çox əziyyət çəkdilər o yolda, axırda döyüş də olmadı. İndi yorulub qayıdırlar. Allah qəribə işə salır cəmaat. Nə boyda yol, ac, susuz, bezib yorulublar, deyinə-deyinə gəlirlər. Axırda deyilsin olmadı, axı niyə bizi bu boyda yol gətirdin? Deyinir hamısı. Bir dənə də münafiq var, bəzi söz salıb cəmaatın dilinə salmayıb, cəmaat içində danışır. Peyğəmbər hamıdan küstü o gün. Hamıdan küstü. Yanında olanlardan. Orada kimlər iştirak edirdi. Bir çoxundan deyək, hamıdan desəm bəlkə yalan deyərəm. Bir çoxunu danışdırmadı. Səbəb nə idi? Ona görə ki, niyə meydan verirsiniz? Sizin yanınızda münafiq danışa bilsin. Niyə meydan verirsiniz? Bəzi adamlar var, deyir, özümü niyə pis eləyim? Oturur, biri danışır, bir haqq adamın dalıca, düz adamın dalıca. Burada oturub özünü pis eləməsin. Yəni, Peyğəmbər belə adamlara qarşı bax o küskünlüyünü göstərdi ki, siz müsəlman cəmiyyəti niyə görə bunun dilindən vurmursunuz ki, sən niyə bu sözləri danışırsan? Peyğəmbər nadir halda küsüb cəmaatdan, burada küstü, incidi insanlardan. Çünki ona meydan vermişlər, sakit seyr eləyirdilər. Mən sizə bir qardaş kimi nəsiyyətim budur. Gördünüz, biri haqsız söz danışır, saxlayın onu. Allahın xoşu gəlmir. Haqsız sözə sükutla da dəstək vermək olmaz. Gücünüz çatan qədər saxlayın. Deyin, danışma. Filan insan haqqında bu sözü danışma. Belə bir vəziyyət, yorğun, arğın. İndi Peyğəmbərin dəvəsi gəlib itib tərslikdən. Peyğəmbərin dəvəsi itib, Peyğəmbər gəzir, dəvəsini tapanmır. Zuhrufel qovl bu ayədə deyir, gözəl sözlərə meydan verir. Tərslikdən itməyib dəvə, Allah şərait yaradır ki, bunlar danışsın, görək nə olacaq. Başladılar danışmağa. Bu adam dəvəsini tapa bilmir, bizə cənnət yolu göstərəcək. Yapışır söz, yaxşı yapışır. Bunun harası Peyğəmbər, itmiş dəvəsini tapanmır bu. Şərait yaratdı, bir dəstədə yığıldı. Elə qəşəng, məntiqli sözlərlə, dırnaq arası, zahirən, məntiqli sözlərlə azdırdılar bir dəstə zəif insanı. Allah özü fürsət verir, qoy danışsınlar, qoy azğınların azğınlığı daha da artsın. Uhudda döyüşdü, Peyğəmbər yaralanıb, qan axır, Yahudilər oturub gülürlər oradan ki, buna bax Peyğəmbərə, hanı bəs Allah gəlsin kömək eləsin də buna. Bir dəmir parçası batıb alnına çıxarda bilmirlər.
Biri gəldi, dişi ilə çıxartmaq istədi də sahabələrdən. Dişi ilə çıxardanda bunun da dişi qırıldı. Dişi qırıldı. Elə bu fürsət lazımdır. Allah gözəl meydan yaradıb ki, bunlar danışırlar. Yaxşı ki, o vaxt sayt zad yox idi. Ki, yazsınlar, danışsınlar. Danışırlar və zəif insanları azdırırlar. Allah dalıca buyurur, sözümü yekunlaşdırıram, bağışlayın. Lav şəə rabbuka mə fəaluh. Allah istəsəydi buna imkan verməz. Yəni buna mən özüm icazə verirəm. Niyə görə? Və dalıca buyurur, fəzərhum ma və ma yəftərun. Boş burax, başlarını burax, qoy getsinlər, öz iftiraları ilə başlarını qatsınlar. Başlarını burax onların. Və sözümü yekunlaşdırıram. Və litəsxa ileyhi əfidətüllezine la yu'minuna bil axirə və liyərzəvhu. Buyurur, bunun hamısını ona görə elədim ki, o azğınlar ki var, içində azğınlıq olanlar, bu zirək söz danışanlara qarşı ürəklərində məhəbbət olsun, onları meyllənsinlər, sevsinlər onları. Onları sevmə, yəni Allahın dostunu sevməzsənsə, Allah düşmənini sənə sevdirər və bu məntiqli gözəl sözlərlə səni haqdan azdırar, səni düz yoldan uzaqlaşdırar. Ona görə deyin, İhdinəs sıratəl müstəqim, sıratəl-ləzinə ən'amtə aleyhim. İlahi bizi doğru yola yönəlt. Kimin yoluna, neymət verdiyin kəslərin yoluna, dalıca deyin ki, Qeyril məğdubi aleyhim vələzzallin. Qəzəb elədiyin və azmışların yoluna yox. Yəni, buna hidayət olmayacaqsansa, mütləq Allahın düşmənini sevəcəksən. Allahın dostunu sevməyən ürəyinə Allahın düşməninin məhəbbəti daxil olar və qiyamətdə də hərə öz imamı ilə gələr məhşərə.